Cipsi, Pepsi, kola, fanta, kalbasa, sosiska, şokolad, şirniyat, konfet, marmalat, paketli qidalar, çubuqlu soklar, enerji içkilər, hazır kompotlar, şirin çay, şəkərli buzlu çay, limonatlar, ketçap, tomat, fast foodlar, hamburger, hot dog, konservləşdirilmiş qidalar, dondurulmuş qidalar, paketlənmiş hazır şorbalar, nudlar, ərimə pendirlər, rəngli jele və saqqızlar, qida boyalı içkilər, konservləşdirilmiş desertlər, krakerlər, duzlu popkornlar, qızardılmış və duzlu çərəzlər, hisə verilmiş qidalar, uşaqlarınıza verə biləcəyiniz ən zəhərli qidalardır. Mən vermirəm, özü yeyir deyirsinizsə də, yanılırsınız, çünki siz almasaz, alıb evə gətirməsəz, uşaq bunları yeməz, bunları yeməyə alışmaz və öyrəşməz. Bu qidalar uşaqlarda gələcəkdə allergik xəstəliklər, ürək-qan damar sistemi xəstəlikləri və yüksək şəkərli diabet riski daşıdığına görə evladlarınıza bu pisliyi etməyin. Bu siyahıda sayılan heç bir qidanı onlara yedirtməyin.